Hər vaxtınız xeyir. Burada belə bir sual var. Deyir, avtomobil yolun yarısını, deməli 80 kilometr saatla gedir. Yolun yarısını biz götürsək əgər 960 kilometrin yarısı 480 kilometr. 480 kilometr 80 kilometr sürətlə gedib. Yəni 6 saat vaxt sərf edib. Yolun yarısına 6 saat vaxt sərf edib. Qaldı 480. 480-ın da yarısını 240 kilometri 60 kilometr saatla gedib. Buna da 4 saat vaxt sərf edib. Deməli, burada 4 saat. Qalan yarısı 240 kilometr edir. Bu 240 kilometrdə 120 kilometr saatla getdiyi üçün 2 saat da bura sərf edib. Ümumilikdə 6 + 4 10, onun üstünə də 2 gələndə 12 saat. Yəni A variantı 12 saat yol gedib, qət edib.